İskəndərov Genambor rayonunun Qızılacılı kəndində yaşayıram. Qohum əqrəba, dost tanış yığışıb böyük bir fermer təsərrüfatı yaratmışıq və burada da işləyirik. İrşad Əliyev bizim rayona icra başçısı gələndə o bizim təsərrüfata gələrək və bizim işlədiyimizi görüb bizə çox dəstək verdi, bizə köməklik göstərdi. Gördüyünüz o artisanı İrşad Əliyev qazdırdı və bizə toxumla köməklik elədi. Biz də başladıq bu təsərrüfatı inkişaf elətdirməyə. Dövlət rəhbərinin, ulu öndərin o vaxtki dəstəyi ilə bizə yaxşı köməklər oldu. Ona görə də biz yaxşı işlərimizdən nümunəvi fermer təsərrüfatı yaratdıq. Bundan sonra gələn icra başçıları da bizə yaxşı köməklər göstərdilər, dəstək verdilər. Lakin ondan sonra Genambor rayonuna gəlmiş Novruzov bizim təsərrüfata gələrək bizim yaxşı işlədiyimizi görüb bizə öz tövsiyələrini verdi, diqqət, qayğı göstərdi. Demək olar ki, hər cür qayğı göstərdi, öz tövsiyələrini bildirdi və mənə bildirdi ki, burada yaxşı mal, qara saxlaya bilərsən, qoyun dedim, bəli, saxlayaram. Mənə buradan dövlət torpaqlarından örüş torpağı, qış yaylaq örüş torpaqları verildi. Bələdiyyənin fondundan verildi və mənim işimə böyük dəstək verdi. Biz gördüyünüz təsərrüfatda 300 baş mal, 1000-ə yaxın qoyun saxladıq. Demək olar ki, bizim fəaliyyətimiz elə idi ki, rayon icra başçısı bizi özü ilə ulu öndərin tədbirlərini aparır. Demək olar ki, Respublikada bəlkə də fermerlərdən məndən çox ulu öndərlə görüşən yox idi və həmin vaxtlar mən gəlib ulu öndərlə görüşümüzün təəssüratını Genambor ictimaiyyətindən bölüşürdüm. Həmin vaxtdan keçəndən sonra Novruz müəllimin dəstəyindən sonra başqa başçılar da öz köməklə, ancaq Məhərrəm Quliyev gələndən sonra bizim ağ günümüz qarı oldu. Belə ki, bizim gördüyümüz bu təsərrüfatımız iki yerdən suvarılır. Bir hissəsi yuxarıda Qaraçay deyərik, oradan gəlir. Həmin arx bərbad vəziyyətdə dəfələrlə icra başçısının deməyimizə baxmayaraq nəinki kömək eləyir, daha da maneələr törədir. Bir qolu da Tərtər çayından gəlir, orada kanal var. Həmin kanalı da yenə icra başçısı neçə yerdən dağıtdırıb Melari Su İdarəsinin müdürünə dedikdə deyir ki, icra hakimiyyətinin göstəriş olmasa biz oranı düzəldə bilmərik. Bizim də nə qədər gedib deməyimizə nə qəbul edir, qəbul eləmir, heç bir bizə dəstək vermir. Gördüyünüz bu təsərrüfatda su olmadığına görə elə olur ki, bir dəfə su vara bilirik, bir dəfə su vara bilmirik, elə olur heç əkdiyimiz eləcə də qalır. Nəticədə bizim demək olar ki, təsərrüfatımız tənəzzülə uğrayır. Elə biz yer haqlarını zorla ödəyirik və kredit götürürük, kreditlər də zülmlə ödəyirik. O üçün bizi pis vəziyyətə salıb. Belə ki, dəfələrlə qəbulunda olub deyirik ki, cənab prezidentimiz Qarabağ alınanda dedi ki, Genambor rayonuna, Nahar su olmayan rayonlara su veriləcəkdir. Ancaq ki, ondan bəri bizə Tərtərdən bəri su keçmir. Keçəndə də az gəlir, 3 gün gəlir, 3 gün gəlmir. Deyirik biz icra başçısına müraciət edirik ki, bunu yuxarı təşkilatlara, cənab prezidentə, aidiyyatı orqanlara xəbər elə, bizə su ver, köməklik elə. Heç bir köməkliyi yoxdur. Ancaq bizə maneələr törədir. Mənim bu sənədlərimin vaxtı, İrşad müəllim o vaxt verilən sənədlərin icarə müqaviləsinin vaxtı bitmişdir. Məhərrəm Quliyev gələndən dəfələrlə yanında oldum ki, mənim sənədlərimin vaxtını uzatmaq lazımdır ki, mən maldarlıqla məşğul olub südlük mal almaq istəyirdim. Ancaq min bir bahanələrlə mənə sənəd vermədi. Nəticədə mən Sahibkara Kömək Milli Fonduna getdim. Onlar razılıq verdi. Naftalına gələn İqtisadiyyat Nazirinin müavinin qəbulunda oldum. Onlar məni xoş qarşıladı və dövlətin dəstəyini mənə verməklərini söz verirlər. Ancaq ki, mən bu sənədi buradan ala bilmədim ki, bilmədim. Ona görə mən dəfələrlə qəbulunda olurdum. Ya qəbuluna düşə bilmirdim, müavinlərin qəbulunda olurdum. Yalandan görə müavinlərə tapşırırdı ki, Afrin məsələsini həlim, amma bəri gələndə heç bir illərdir ki, mən gedib gəlirəm. 6 ay bundan qabaq gördüm ki, mənim müraciətlərim bir nəticə vermir. Mən Məhərrəm Quliyevin qara kassası pul daşıyan zavra müraciət etdim ki, rüşvət verdim daha doğrusu ki, heç olmasa mənim sənədlərimi bunun müqabilində bildim ki, onlar ona görə eləmir. Mən müxtəlif vaxtlarda o qara kassaya Məhərrəm Quliyevin ikinci müavini zavra 11 manat pul vermişəm. Ancaq ki, günü bugünə kimi mən ona pulu verəndən sonra məktub göndərdilər Bərdə regional əmlaka. Oradan gəldilər, layihəni çəkdilər. Getdim dövlətin rüsumunu ödədim.
Ancak ki gün 6 ay keçir, gün bu kadar günde bir bahane getirirler. Gəh deyə təsdiqə göndərmişik, gəh deyə itirmişik, gəh belə mərkəz. Mənə o üçün heç bir köməklik göstərmirlər. Bundan sonra mən oktyabrın 29'unda yenə də Bakının qəbuluna getdim. Mən orada bir arzu olunmaz şəxs kimi göründüm. Həmin o ikinci müavin çıxaraq mənimlə mübahisə elədi. Bu vaxt icra başçısı da yuxarıdan monitorla görülmüş. Oradan göstəriş verdi ki, polislərə tez bunu buradan həbs edin. Üzə duranları da şəriyərək məni həbs atdılar. İndi mən müraciət eləmək istəyirəm ölkənin güc nazirliklərinə, cənab prezidentimizə. Bir belə torpaqda 36 ildir burada işləyən, nümunəvi fermer olan, fəxri Elibor rayon iqtisadi inkişafına görə fəxri fərman alan, belə ağaçlar əkən, qulluq eləyən bir haşiyədə çıxım ki, həmin vaxtlar mən Novruz müəllim tövsiyəsi ilə Naftalan Krot şəhəridir. Onun böyründə mənə tapşırdı ki, burada yaxşı ağac ək, gül çiçək ki, yaxşı görünsün, Krot şəhəridir. Mən burada ağaçlar əkdim. Həmin vaxt bizim suyumuz az idi. Mən hörmətli Mehriban xanım kampaniyası var idi ki, həriyə bir ağac əkək. Mən ona məktub yazaraq müraciət etdim ki, həriyə bir ağac yox, minlərlə ağac əkmişik, suyumuz yoxdur. Heç 10 gün keçmədi. Mehriban xanım bizə bir arsan vurdurdu. Biz həmin ağaçlar büyünlər, böyüklər, yaşıllıqdır, gül çiçəkdir. Yəni dediyim odur ki, dövlətin hər zaman dəstəyini görmüşük. Ancaq bu Məhərrəm Quliyev bura gələndən bizi pis günə qoyub. Belədir ki, bu adam rüşvətxor, korrupsioner, imkan vermir işləməyə. Dövlətin verdiyi dəstəkdən yararlana bilmirik. Artıq biz o günə qalmışıq ki, təsərrüfatımızı idarə edə bilmirik. Borç bir tərəfdən, bir belə ağır təsərrüf, heç bir köməkliyi, diqqəti yoxdur. Məni həmin gün apardı kepeziyə, 6 gün məni kepeziyə saldırdı. Bizim hüquq mühafizə orqanlarının humanistlik nəticəsində o hələ çox deyilmiş ki, onu türmədə məhv eləyəcəm. Mənə 6 sutla həbs verdi. İndi siz deyin görək, bir belə torpaqda işləyən, əziyyət çəkən, min bir vətənini sevən, iki qardaşım Qarabağ əlidir, torpaq üçün nə desən eləyən adamlar, mən türmədə yatmalıyam, yoxsa korrupsioner, rüşvətxor, Məhərrəm Quliyev. Mən ona görə də hüquq mühafizə orqanlarına, cənab prezident müraciət edirəm. Belə şey olmaz, artıq bıçaq sümüyə dirənir, bizi işləməyə qoymurlar. Buradan hər dəfə buradan asfalt keçir, Suzu qovşana yol gedir. Hər dəfə cənab prezidentimiz gəlib buradan keçəndə o qara kassa bizim tədbir var, inan nəfəsimizi kəsir. Məndə müəyyən faktlar var ki, mən onları hüquq mühafizə orqanlarına şikayət edib göstərəcəyəm ki, bu dəqiq korrupsionerdir, dövlətimizin, prezidentimizin əleyhinə gedir, inkişafa yol vermir. Deyirlər, ət bahalanıb. Ət bahalanacaq da mənim 300 baş maldan 5-6 malım qalıb. 1000 baş qoyundan 200 qoyunum qalıb. Yəni, bu qədər haqsızlıq, bu qədər şey olmaz. Mən ona görə də hüquq mühafizə orqanlarına indi yazılı müraciət edəcəm, ictimailəşdirəcəm ki, bu haradasa cənab prezidentimizin bizə dəstəyi, kömək olsun ki, biz bu elə eləyək ki, həm xalqımız firavan, həm biz yaxşı yaşayaq, həm xalqımız, dövlətimiz güclənsin. Sağ olun.